siz subyektler ve klublar asosiyası adından her birinizi tebrik ederim bu serginin baş tutmasıyla alakalı olarak. Bu mövzuda olan sergilerin daha diğer ülkelerde de, mesela Özbekistan, Kazakistan, Kırgızistan'da keçirilmesini biz Aygün xanımdan gözləyirik. Biz Konya olarak bugünkü tədbirin tərəfdaşıyıq. Hörmətli Aygün xanımla bir neçə ay bundan öncə belə bir sərginin baş tutması üçün müzakirələr apardıq və çox dolğu da qərar qəbul etdik, düşünürəm. Bugün biz ikinci Türk dövlətləri investisiya və ticarət sərgisi və forumuna yığışmışıq. Kopsk olaraq biz burada öz üzvlərimizi dəvət eləmişik. 100-ə yaxın bizim üzvlərimiz var. Bura kiçik və orta sahibkarlıq subyektləri və klubları daxildirlər. Biz onları dəvət eləmişik bu sərgidə və forumda aktiv şəkildə iştirak eləsinlər. Gördüyünüz kimi forum aktivdir. Çoxlu ziyarətçilərimiz var. Bu da sahibkarlar üçün yeni bir fürsətdir, yeni bir imkanlardır ki, Türk dövlətlərindən gələn müxtəlif şirkətlərlə əməkdaşlıq qursunlar. Bu həm onlarda bir eksport potensialını artırır, həm də ki bir təcrübə mübadiləsi olaraq onlardan ən yaxşı təcrübələri öz işlərində tətbiq eləmək üçün fürsət yaradır. Bu bizim sahibkarlar üçün biz belə düşünürük ki, kiçik və orta sahibkarlıq subyektlər üçün böyük bir fürsətdir bugün burada iştirak eləmək. Çox sağ olun, siz də məndən fikirlərimi bölüşdüyümüz üçün təşəkkür edirəm.